biləcəyik, amma o qədər də yüksək bal qazanacağını söyləmək olmaz. Və daha bir iştirakçı bir qədər sonra Yekaterina Tishkova, Azərbaycan təmsilçisi, müxtəlif hündürlüklü qollarda öz çıxışına başlayacaq. Yekaterina Tishkova təsnifat mərhələsində 8-ci pillədə qərarlaşmışdı. Bir qədər təbii ki, həyəcan hiss olunur, amma ümid edək ki, o çıxış zamanı həmin həyəcan olmayacaq və hərəkətləri mükəmməl şəkildə yerinə yetirə biləcək. İzləyək diqqətlə. Hərəkətləri həqiqətən də dəqiq, səlis yerinə yetirdi və təbii ki, hələlik də final mərhələsində deyərdim əsas favorit bəlkə də elə Petrunyasdır.